Salam, hər vaxtınız xeyir. Deməli, 2 avqust dövlət qulluğu qəbuluna və ondan sonraki qəbullara düşə biləcək bəzi Excel suallarının həllini verəcəm mən sizə. Gəlin başlayaq elə birinci sualına. Deyir ki, elektron cədvəldə əmək haqqı hesablanır. A-da deyir əməkdaşların adı var. Okey. B-də onların maaşları var. Sonra deyir ki, G1 xanasında isə maaşdan sosial sığorta haqqının tutulması üçün 3% yazılmışdır. Belə sütunlarımız var, düzdür. G-də nə yazıb? Deyir, 3% yazıb G1 xanasında. 3%. Okey. Deyir ki, S1 xanasına biz deyir, hansı düsturu daxil etməliyik ki, C sütunundakı digər xanalara köçürəndə maaşdan sosial sığorta haqqının tutulması avtomatik hesaplansın. Deməli, biz C-yə elə bir sütunu baxın yazmalıyıq ki, hər dəfə maaşın 3% hesablanmalıdır. Neynəməliyəm? Maaşı vurmalıyam əslində 3%-ə. 3%-in yazıldığı xana hansıdır? G1 xanası. Çox tələbə elə bu formada götürür, qəbulda da qeyd edir A variantını. Yanlışdır. A variantı düz deyil. Baxın, əgər mən C1 bu düsturu yazdım, bu düsturu aşağıya doğru sürüşdürəndə olacaq B1 vur G1, sonra olacaq B2 vur G2, B3 vur G3 bu şəkildə davam edəcək. Hər dəfə G-lərin qiyməti dəyişəcək. Amma mənə G1-i sabitləmək lazımdır. Çünki hər dəfə mən 3% ilə tapacam axı. Bunun üçün sadəcə nə edəcəm? Mən bilirəm ki, mütləqliyi bildirən işarə dollardır. Sadəcə birin əvvəlinə dollar işarəsi atacağım və variantım olacaq B variantı. Bu tipli suallarda diqqətli olun. Çünki 2-3 qəbuldan bir həmişə salırlar. Bu AS-nin qəbul sualıdır. Ondan sonra gəlin belə bir suala da baxaq. Deyir ki, Y1 xanasına yazılmış bu düsturu Y6-ya köçürəndən sonra Y6-ya yox, Y2, Y5-ə köçürəndən sonra bizdən Y6-nın qiymətini soruşur. Y6-da nə yazıb? Heç nə, bunların cəmini istəyir məndən. Yəni, həlli o qədər də çətin deyil. Əsas bilməli olduğumuz hissə xana köçürülməsini bilməkdir. Baxın, Y1-də yazılan bu düsturu Y2-yə köçürəndə nə baş verir? Baxın, sütun olduğu kimi qalıb. Amma sətir bir vahid artıb. Deməli, məsələn, bu düsturu mən aşağıya sürüşdürəndə hərflərə dəyməyəcəm, yəni sütunlara. Uyğun olaraq sətirləri bir vahid artıracam. Aşağıya sürüşdürəndə buradakı 1-ə dəyə bilmərəm, çünki qarşısında dollar işarəsi var. Dəyişən sadəcə buradakı S1-lərdir. Çünki buradakı 1 də dəyişə bilməz, qarşısında dollar var. Burada da həmçinin. Uyğun olaraq aşağıya köçürəndə hər şey olduğu kimi qalacaq. Bu S2 olacaq. Y2 köçürəndə S3 olacaq. Bu şəkildə davam edəcək. Və ən sonunda hamısının cəmini tapacağım eləyəcək 495. Bu sual indiyə qədər 3 dəfə dövlət qulluğu qəbuluna düşür və həmişə də cavab 495 olub. Yəni dəyişməyib. Onun üçün də həmişə tələbələrimə belə deyirəm ki, bu sualın həm həllini bilin, həm də variantını bilin. Çünki yəni vaxt itkisi olmasın. Ən azı bunları bir-bir hesablayıb sizin 10 dəqiqəyə yaxın vaxtınız alacaq. Yəni informatika 15 suallıq fəndir. 15 sual üçün 10 dəqiqə özünüz də bilirsiniz ki, kifayət qədər çoxdur. Ondan sonra 7-ci suala baxaq. Belə bir sualdır. Deyir ki, sənətdəki cədvəldə sətirlər aşağıdakı kimi seçilib. Deyir, table layout tabundan insert below əmri seçiləndən sonra Məmmədzadə yazısı yuxarıdan neçənci sətirdə olacaq? Baxın, burada boş hissə seçilmiş göstərir. Mən buranı seçib. Insert below desəm, below nə deməkdir? Aşağı deməkdir. Nə baş verəcək? Aşağıya bir dənə sətir əlavə olunacaq. Yəni, Kərimzadə soruşurdu, Məmmədzadəni soruşurdu, o yenə də 3-cü olacaq. 1, 2, 3. Yəni, dəyişməyəcək. Çünki əlavə olunan Tağıyevdən sonraya olacaq. Məsələn, Bağırovu soruşsaydı, Bağırov dəyişərdi. Normalda 5-cidir, amma Tağıyevdən sonra bir dənə sətir əlavə olunsa, Bağırov olacaq 6. Yəni, bura qədər olan hissələrdə, yəni sətrin nömrəsi heç vaxt dəyişməyəcək. Kanalı izləmədə qalın, çünki bu tipli sualların həlli daha çox olacaq. Hamısını yerləşdirəcəm YouTube-a. Hətta elə olur ki, yəni burada deyəcəyim sualı belə görəcəksiniz ki, qəbulda da eynisi düşür.